Nərimanov rayonunun xidmət dairəsinə daxil olan küçə və prospektlərdə su və kanalizasiya infrastrukturunun dayanıqlı işləməsini təmin etmək məqsədi ilə texniki tədbirlər həyata keçirilir. Bu tədbirlər Dövlət Su Ehtiyatları Agentliyinin iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nərimanov rayon Su Kanal İdarəsi tərəfindən yerinə yetirilir. İdarənin xidməti ərazisində su və kanalizasiya şəbəkəsinin qurulması ilə bağlı xeyli işlər görülüb. Belə ki, su təchizatı sistemləri üzrə yeni xətlərin çəkilməsi, rayon ərazisində şəbəkənin genişləndirilməsi və su təchizatının yaxşılaşdırılması məqsədi ilə 74 metr uzunluğunda qəzalı su xətti yenilənib. Hazırda durduğumuz ərazi Nərimanov Su Kanal İdarəsinin xidməti ərazisi olaraq Daş Karxanası 690-cı məhəllədə vətəndaşların müraciəti əsasında kanalizasiya xəttində baş vermiş qəza ilə əlaqəli briqadalar işə cəlb olunmuşdur. Aidiyyatlı qurumlar tərəfindən razılıqlar alındıqdan sonra işə başlanılmışdır. Hazırda iş davam edilir. Günün sonuna qədər qəzanın aradan qaldırılması tərəfimizdən planlaşdırılır. Təmir bərpa işləri çərçivəsində mövcud magistral və paylayıcı su xətlərində 132 ədəd baş verən qəza zamanı sızmalar aradan qaldırılıb. Qəzalı boru hissələri və istismar müddətini başa vuran 5 ədəd siyirtmələr yeniləri ilə əvəz olunub. Kanalizasiya şəbəkəsi üzrə 10.748 metr kanalizasiya xətti mexaniki üsulla lildən və tullantılardan təmizlənib. Xüsusi təyinatlı texnikalar vasitəsilə 1060 metr kanalizasiya xətti yüksək təzyiqlə yuyularaq tam keçiriciliyi təmin edilib. Ümumilikdə 1054 ədəd kanalizasiya baxış quyusu mexaniki, 38 ədəd quyu isə maşınla yuyulması üsulu ilə təmizlənib. Şəbəkədə baş verən 596 ədəd qəza halları aradan qaldırılıb. 68 metr kanalizasiya borularının təmiri və 3 ədəd quyu qapaqlarının yenilənməsi işləri icra edilib. Rayonun mərkəzi yollarında və su basma riski olan ərazilərdə 105 ədəd yağış barmaqlığı mexaniki üsulla təmizlənərək işlək vəziyyətə gətirilib. Xidmət göstərdiyimiz abonentlərin 85% fasiləsiz su ilə təmin olunur, 15% isə müxtəlif rejim əsasında su təchizatı ilə təmin olunmaqdadır. Fasiləli rejim əsasında təmin olunan abonentlərin müəyyən hissəsi 11 sayda hidrofor tipli nasos stansiyası vasitəsilə fasiləsiz rejimlə su ilə təchiz olunmaqdadır. Digər qalan 12 nasos stansiyamız isə fasiləli rejimlə çalışır. Fasiləli rejimlə çalışan nasos stansiyalarının da hidrofor tipli nasos stansiyalarına keçilməsi istiqamətində tərəfimizdən mütəmadi tədbirlər keçirilməkdədir. Yaxın aylar ərzində bir nasos stansiyasından rejim əsasında fəaliyyət göstərən nasos stansiyasından yeni müasir standartlara cavab vermiş hidrofor tipli nasos stansiyasının əvəz olunması tərəfimizdən planlaşdırılır. Qeyd edək ki, Nərimanov rayon Su Kanal İdarəsi Nərimanov rayonunda 78 min abonentə xidmət göstərir.